lideri həqiqətən öldü mü, yoxsa qaçırıldı mı? Vəziyyət tamamilə başqadır. Mən deyəni heç kim deməyəcək. Siz də məni qədər görübsünüz. Əli Hamneyinin ölüm şəkilləri. Ağıllı adam baxan kimi bilir ki, o şəkillər Əli Hamneyyə məxsus deyil. Bu birincisi. İkincisi, ağıllı adamlar bilir ki, Hamneyi çox güclü qorunan birisi idi. Üzə çıxıbmış da yemək yeməyə. Ailəsinlə bir yerdə çıxıbmış. İsraildə deyir ki, yox, onun çölə çıxdığını, ailəsinlə bir yerdə olduğunu bildik deyə biz məcburi onu vurduq. Yox, yalandır. Hamneyi kürəkənli gəlinidir. Özünlə bir yerdə, nədir o, blindaj, bunker deyirsiniz, orada qarşılaya bilmir. Hər gecə deyirlər, bir gün vurar, sabah vurar. İndi vuracaqlar, pusat vuracaqlar. Belə olan vaxt Hamneyi özünü günə verirdi və yaxud havaya çıxmışdı, hava alırdı. Hamneyinin yerin 500-300-dən neçə metr dərinliyində hər cürə havalandırması da var idi, hər cürə şəraiti də var idi. İran ordusunun yarısı yerin altında. Bir baxın Allah aşkına, yapay zəka ilə hazırlayıblar, nə ilə hazırlayıblar deyənmərəm. Bəlkə də həqiqi Hamneyiyə oxşayan adamdır. Onun saqqalı belə balacadır. Həmən başqa cürədir o, sifəti saqqalı. Hamneyi biraz başqa cürədir, o başqa. Mənim çox fərq var, bilirəm. Hamneyi İngilis idi. Görəvini tamamladı, getdi, ölüm adı ilə getdi. Vəssalam. İndi də Pakistan, Əmiri, Aksat, şiələr qalxıb ayağa. Cihadzad, hayvur. O an var, ona kim nə edəcəklər? Ana ala bu İnci, bütün dünya mətbuatı yayınlayacaq ki, Hamneyi İngilis idi, bəs bu bizim aşan idi, koymuşduq ya sözə baxmadı, vurduq öldürdük ya da götürdü yapardı papşin. Hamı səsin ki, ayda, sən demə Hamneyi İngilis imiş. Necə Heydər ermənidir. Necə Elçibəy sevənlər ayında şoka düşüblər, Elçibəy sən demə Zərfəliyeva ilə əmuşağıymış, özə bir tərəfi erməniymiş. Atası da daşnaqların, xidmətçisiymiş Elçibəyin. İndi oyda. Bir, Hamneyi İngilisdir. Atası da özdə İngilis agenti olublar. Üzünə də baxın, bu heç vaxtı Hamneyi biz hər halda müsəlmanla İngilisi seçə biləcək qədər bizim kapasitemiz də var da. Baxın, İngilisin Jack'i, John'un, alın. Baxın, bunun atasının da kimliyi ortadadır, babasının da kimliyi ortadadır. Bu adam İngilisdir. Mən bunu deyəndə İranlılar məndən inciyirdi. Buna baxın. İndi bunun yerinə, sapsarıdır ha, bunun yerinə kimisə soxurlar ora, ya kimisə qoyurlar ora. Hamneydən gör neçə dənə. Qoyurlar ora, adama baxsan adam Hamneyi, buna oxşamır. Onun saqqalı balacadır, onun sifət quruşu biraz başqa cürə. Hamneyi görevini tamamladı, İngilisler götürdü apardı. Adı da zamanda 6 ülkeye dayanmadan saldırdı. Baxaq. Dubaya baxın ay millət. Görəsən orada İlham Əliyevin o vurulan yerde İlhamın da obyektləri var mı? Dubaydır, Dubay. Baxın ay millət, Dubay. Milyonlar havada uçuşur ay millət. Ay məmurlar, Dubaya maya koyanlar, anasına koyduranlar. Baxın, milyonlar havada uçur. Xalqın sərvətini yediniz. Gerçək haqqı deyənlərə 5 qəpik yardım eləmədiniz. İndi milyonlar havada uçuşur. İsrail Tehranı vurur. Bu Tehrandır, Tehran. Baxın. İsrail Tehranı vurur. Çox ağır raketlər. Mən bayaq baxdım rəsmi xəbərlərdə. İsrail İranı qanadlı raketlərlə vurur. Ağır raketlərlə vurur. Bura Bəhreyndir, Bəhreyn. Nefti azalıb zaten. Kimə lazımdır Bəhreyn? Bəhreyn. Bəhreyn dünyanın ən zəngin ölkələri, milyardlar havada uçuşur. Bəhreyndir. Çoxlarının əl çatmaz məkan hesab elədiyi Dubaydır, Dubayi. Götünüz qızmışdı ha? Götünüz qızmışdı ha? Saymırdınız ha? Qızlarınızı belə bizim oğlanlara ərə vermirdiniz ha? Yad elilər qıraqdan gələnləri qul kimi işlədirdiniz ha? Şeyhlərin mıxı duranda istədiyi arvadı istədiyi kimin altından anasını payısını götürüb qayırardı. Onlara cinayətçi yox idi ha? İndi bax. Nə gündəsiniz? Bax, alın. Tartışırlar. Dubai. Burası isə Bəhreyn. Bəhreyn. Vay. Baxın, İsrail martın sonuna kimi bu işi bitirməlidir. Çünki martdan sonra ABŞ-da seçkilər ərəfəsi həm ABŞ-da, həm İsraildə başlayır. Oktyabrda Netanyahu üçün seçimlərdir və noyabrda da ara seçimləri Trump üçündür. Vay be! Hələ, apreldə də Ermənistanda seçimlərdir. Vay be! Nələr olacaq, nələr. Martın sonuna kimi İranda hakimiyyəti devirə bilməsələr, baxın, bu belə xəbərləri siz ala bilməzsiniz. Belə xəbərlər mənə hardan gəlir? Martın sonuna kimi İranda hakimiyyət devrilə bilməsə, yəni İsrail-Amerika hakimiyyəti devirə bilməsələr, İranı dayandırmaq problem olacaq.